Ramazanda başımın şaq olanı yad eləyin. Bu əməllə yaralı Fatiməni şad eləyin. O Əli idi Ramazanda başımın şaq oldu. Münşəq o parçalandı da gizli. O Əli idi Ramazanda başımın şaq oldu. O mübarək üzünə gözlərinə qan doldu. Baxmadı düşməninin şəmşirinin zərbəsinə. Qoydu öz alnını mehrabda şükür səcdəsinə. Canım sənə qurban ağa. Ravi nəql eylir ağa səcdədə çox zikr elədi. Yerləri göyləri yandırmalı bir şükür elədi. Nə dedi? Dedi günəşin doğduğu vaxtında batan tək soldum. And ola Kəbənin Allahına rahat oldum. Gözəl Allah səcdədə danışır, münazət edir Allah. Deyir gün çıxırdı, sübh namazı idi da. Amma mən günəşin doğan vaxtı soldurdular. Bir gözəl Allah mənə zülm eylədi ümmət o qədər. Mən də səbr eyləmişəm gəlməsin İslama xətər. Səbrimin qurbanı əvvəldə xanım Zəhradır. O öləndən sonra dünya mənə vaveyladır. Hansı gün ki o xanımla qəbrə düşmüşdün? Allah deyir, elə özün şahidsən ki, hansı gün ki o xanımla qəbrə düşmüşdüm, and ola Fatimiyə, mən də o gün ölmüşdüm. Sadəcə ömür veribsən mənə, yaşayıram da, amma artıq yaralı şiiri oğullar gətirir bəstərinə. Bir təbib dəvət edirlər ağanın məhzərinə. Təbibə oldu sual, çoxmu çəkər ağrı əzab? Həsənin gözlərinə baxdı təbib, verdi cavab. Gördü ağlayım olmasan, baxdı, nə desin buna? Verdi cavab. Dedi xəncərdə olub zəhr, keçibdir qanına. Arada süd verin içsin, gələ taqət canına. Nə kömək vardı təbabətdə onu etdi təbib. Bağlayıb yarələrin izni alıb, getdi təbib. Bu xəbər tutdu bütün şəhri qısa müddətdə. Axışıb gəldi cəmaət hərə bir niyyətdə. Gördülər dəstə yetimlər düzülüb məcraya. Hərə bir qabla gəlib, süd gətirib Mövlaya. Göz gərəkdir ki, görə mənzərənin surətini. Görməsə, dərk edə bilməz bu işin hikmətini. Mənzərə cəzb elədi çox adamın diqqətini. Bir yetim açdı İmam-ı Həsənə illətini. İmam Həsən çıxmışdı cəmaatın qabağına, gördü bir dərsdə dayanıb. Gəldi, bunlarla həm söhbət oldu. Baxın, niyə gəlibsiz? Uşaq açdı sirri. Sən bir yax dedin, gəl o yetim nə deyir? O yetim uşaq nə deyir? Dedi, bilməm kimisiz, siz yaralı aslanım. Hələ tanımır oğludur. Amma baxır ki, ağalıq var dadında da. Dedi, bilməm kimisiz, siz yaralı aslanım. İzni ver söz öpərik əllərin o insanı. Yəni evə bıraxsız, gedib öpərik onun əllərini. Ona insan demərəm, çünki mələkdən pakdır. Həm cismən, həm ruhən, hər ürəkdən pakdır. Yığalar bir yerə insanlarını dünyanın ağa. Yığalar bir yerə insanlarını dünyanın, verə bilməz əvəzin kimsə bizə Mövlanın. Gör nə deyir indi? Süd gətirdik ağaya, bəlkə bu dərman olsun. Bizə əvvəlki kimi hər gecə mehman olsun. Deyir, ağa, bir çətin gündə, yaman gündə bizə atmazdı. Bizə ehsan gətirərdi gecələr, yatmazdı. Biz yiyərdik, sevinərdik, o baxıb ağlardı. Bizi vallah balasından da gözəl saxlardı.
Bir ağa uzadardı anamız tək bizi öz dizlərinə. Yuxu gəldikdə baxardıq o gözəl gözlərinə. Bir ağacan tək görərdik gözünü, çünki üzüm bağlardı. Gül ruxsarını hər vaxt nihan saxlardı. Öz libasın yamıyardı, təzəsini almazdı. Bizi görsəydi yamaqda o rahat qalmazdı. Uzadardı necə zəhmətli iş olsaydı əlin, çalışardı bizə alsın libasın ən gözəl. Bizi hər yerdə görərdi, yanına səslərdi. Anamızdan, atamızdan bizi çox istərdi. Bir ağa gah tutardıq dizini, dönədir şahid, gah tutardıq dizini, gah da çıxardıq belinə. Gah yıxardıq yerə, gah ip doluyardıq əlinə. Güləşərdik, gülüşərdik, yıxılardıq bahəm. Bu nəfəs